Bakıda xeyli ərazi plana düşür. Alqı-satqı ilə bağlı sakinlərə müraciət edildi. Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar 2 komissiya yaradılıb. Reportun əldə elədiyi məlumata görə aidiyyatı qurumların təmsil olunduğu komissiya Bakı şəhərinin yeni baş planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rıza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatə elədiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq. Komissiya Yasamal rayonu Mirzə Fətəli Axundzadə küçəsi 4 saylı ünvanda fəaliyyət göstərir. Qeyd edilən ərazilərdə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə komissiyaya müraciət etmələri xahiş olunur. Şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi komissiya həyata keçirəcək.